Xarabalıqlar insanı yaradıcı eləyə bilər. Xarabalıqda yaşasan, hə. Bəlkə orada yaşanmışlıqları hiss etmək. Amma hiss etmək üçün yaşamalısan axı. Lotos çiçəyinə bənzədə bilərik də, həm bataqlıqda bitir, amma həmişə gözəl görünür. Bənzədə bilərik. O zaman biz bu xarabalıqdan belə video məzmun yaratmışıqsa, şirkətlər üçün nələr eləyə bilərik? Onu da icazə verin, bizə yazacaq şirkətlər qərar versin.